Birinci deyil, namazı qəza ilə. İndi bu böyük günahdır ya. Bundan da böyük günah var axı. Bir dəfə getdi qəza. Qılarsan sonra, əda eləyərsən. 2 dəfə qəza, 3 dəfə qəza görsən daha getdi. Bunu namazı da saxladı. Heç kəs birdən-birə durub sübh namazı, sübh vaxtı demir adətən. Mən də bundan sonra namaz qılmayacağım. Bir gün qəza verir, 2 gün etinasızlıq yanaşır, 3-cü, 4-cü, bir də görsən namaz qılmır. Qəzadan başlayır. 2-ci mərhələdən inir. Vəl fəhşa. Böyük günaha dəvət eləyir. Böyük günahla qutardı. Vallah deyir, onun son isteği bu değil ki insan böyük günah eləsin. Son isteği bu değil insan haram eləsin. Şeytanın son isteği budur ki insan Allah'ın haramını halal desin. Bu lap pisdir. Pisdir. Bir var insan şərab içir, bu günahdır, böyük günahdır. Bir de var deyir ki burada ne var haram eləmişsiniz bunu. Her şey böyütmüşsünüz. İngilvari bir şeydir. Biraz məst olur insan, biraz da rahatlaşır, aramlaşır.